Deməli, mənim React proyektimdə belə bir db.json faylım var və mən bunu run etmək istəyirəm. Mən bunu run eləmək üçün gələcəm terminala və yazacağım JSON server 2 dənə defis watch db.json yenə 2 dənə defis port 3000 və enteri basıram. Gördüyünüz kimi hal-hazırda db.json faylımız run olunur. Amma bu komand çox uzundur və biz hər dəfə bunu təkrarlamaq istəmirik. Onun üçün bu kodu götürürük və kopyalayırıq bu JSON server hissəsini. Terminal dayandırıram və kopyaladıqdan sonra gəlirik package.json faylımıza. Package.json-da bu script hissəsini tapırıq və tapdıqdan sonra burada ən aşağıda preview'dan sonra bir dənə vergül qoyuruq və yazırıq. Server. Bura nə istəsəz qoya bilərsiniz. Mənim üçün server yazmaq rahatdır deyə adını server qoyuram. Və burada da quotesun içində həmin komandı yazırıq. Və artıq biz necə ki npm run dev, npm run build yazırıq terminalda, eyni şəkildə npm run server yazaraq bu kodu icra eləyə bilərik. Gəlin yoxlayaq. npm run server. Gördüyünüz kimi artıq biz o uzun komandı yazmalı deyilik. Sadəcə npm run server yazaraq bu kodu terminalda icra edə bilirik.